olunur. Əlifbamızda Q hərfindən sonra ikinci hərfdir ki, Q hərfi 4 səsi ifadə edir. Q hərfi 5 səsi ifadə edir. Ancaq Q hərfi isə 4 səsi ifadə edir. Və sonuncusu nədir? Ğ-dır. Bəs müəllim, burada necə olacaqdır? Q-dan sonra sait ilə başlanan söz və yaxud da şəkilçi gələrsə, nə olacaq? Q-ğı əvəzlənməsi baş verəcək. Aha, məsəl üçün, nə deyək? Qonaq otağı. Ay sağ ol. Biz burada görürük ki, Q-dan sonra sait gəlibdir. Nə deyirik? Deyirik ki, Q əvəzlənməsi baş verəcək. Olacaq nə? Qonaq otağı. Uşaq ayaqqabısı. Tələffüzdə nə olacaq? Uşaq ayaqqabısı nə olacaq? Uşaq ayaqqabısı. Bəli. Sual verə bilərsən ki, müəllim, bütün məqamlarda mı Q əvəzlənməsi baş verəcəkdir? Deyirəm ki, xeyr. Sözün sonunda gələn Q, K kimi tələffüz olunursa, burada nə olacaqdır? Olduğu kimi qalacaq. Sait ilə başlanan şəkilçi artırdıqda olduğu kimi qalacaq. Məsəl üçün, vərəq ayrılıqda K kimi tələffüz olunur. Ona bir in şəkilçisi artır, vərəqin deyəcək. Gördünmü? Olduğu kimi qaldı.